Salam, hörmətli müəllimlər, hörmətli təhsil işçiləri, hörmətli valideynlər. Dərs dinləmə qayıdır. Və biz bundan sonra təhsil sahəsində sizi maarifləndirmək üçün, sizə maraqlı olan məsələləri aydınlıq gətirmək üçün dərs dinləmələr seriyasına başlayırıq və bugünkü mövzumuz məlum müəllimlərin tam ştatlı olan məsələ iləndir ki, bilirsiniz, ictimaiyyətdə bu geniş müzakirə mövzusuna çevrilib. Niyə müzakirə mövzusuna çevrilib? Buna da baxacağıq. Bugün biz əsas iki suala aydınlıq gətirəcəyik. Bir, Elm və Təhsil Nazirliyi bu dəyişikliyi niyə edir? İkinci sual, niyə bəzi müəllimlər bu məsələdən narahatdırlar və ümumiyyətlə bu narazılıqların səbəbləri nədən qaynaqlanır və biz nələr edə bilərik ki, bu prosesi daha doğru aparmış olaq. Əvvəlcə onu vurğulayım ki, bu dəyişiklik, yəni müəllimlərin tam ştata keçməsi təhsil sahəsində, yəni şəxsi pəncərədən yox, bir ölkənin tam olaraq, yəni ölkə pəncərəsindən baxsaq, çox fövqəladə dərəcədə bir vacib bir məsələdir. Yəni biz illərdir bu məsələnin üzərində danışırıq ki, 8, yəni cəmiyyətdə hər bir peşənin bir iş saatı var, amma müəllimlik iş saatına bağlı deyil. Buna keçmək vacibdir, amma necə? İlk sualımız budur ki, niyə Elm və Təhsil Nazirliyi bu dəyişikliyi eləyir? Bu dəyişikliyin bir neçə səbəbləri var, amma əsas bugün iki səbəb üzərində dayanacaq. Bir, müəllimlərin peşəkarlığının artırılması. Müəllimin peşəkarlığını artırmaq niyə lazımdır? Ümumən, təhsilin, yəni biz hardasa 100 nəfər arasında sorğu eləsək ki, təhsilin keyfiyyətindən razıyıqmı? 95-i deyəcək ki, razı deyilik. Bəs təhsilin keyfiyyətini qaldırmaq üçün, inkişaf elətdirmək üçün nələr etməliyik? Burada bir çox məsələlər var. Daha bunun pedaqoji məsələsinə baxaq ki, təhsilin inkişafı birbaşa müəllimdən asılıdır. Yəni təhsildə bir çox tərəflər var, idarə edicilər var, qərar vericilər var, deyək ki, fərqli kateqoriya əməkdaşlar var. Amma əsas təhsilin keyfiyyəti, yəni təhsil keyfiyyəti deyəndə burada parametrlərdən, meyarlardan biri şagird nailiyyətidir. Şagird nailiyyəti asılıdır müəllimin səriştəsindən. Yəni müəllimin səriştəli olması şagird nailiyyətinə birbaşa təsir edir. Yaxşı, bəs müəllimin peşəkar olması üçün nəyə ehtiyac var? Mənzərə bundan ibarətdir ki, müəllimin əgər həftə ərzində 12 saat dərsi varsa və bunu 4 günə bölürsə, gündəlik 3 saat dərsi var. Və müəllim gəlir 3 saat dərsini deyir və məktəbdə işi bitmiş hesab olunur və gedir evə. Nəticədə müəllimin, yəni şagirdin inkişafı o müəllimin dərs dediyi 45 dəqiqə ərzində formalaşır. Yəni, deyək ki, məktəbin işi şagird yetişdirməkdir, şagirdi düşündürməkdir. Yəni, düşünən, əzbər bilən yox, düşünən şagird yetişdirməkdir. Və düşünən şagird yetişdirmək üçün də müəllim 45 dəqiqəlik dərsini planlaşdırması lazımdır. Peşəkar inkişaf deyəndə bunun ən təməl məsələlərindən biri dərsin planlaşdırılması. İndi biz müəllim dərsi planlaşdırmadan, yəni deyək ki, 3 saat dərsi var, dərsini dedi və işi bitmiş hesab olunur və gedir evə və yaxud da deyək ki, hazırlığa və yaxud da başqa işin dalıcan və dərsi planlaşdırmır. Deyək ki, dərsi planlaşdırmırsa, o zaman o 45 dəqiqəlik dərsi keyfiyyətli hesab etmək olarmı? Real bir keysdən danışım. Deyək ki, mən Təlimə Dəstək Mərkəzinin direktor işləyən zaman biz bir məktəb götürdük və o məktəbdə bir təcrübə apardıq ki, bu məktəbdə biz bir neçə həftə iş görək və bir neçə həftə ərzində müəllimlərin peşəkar inkişafı üçün təlimlər keçək və onları izləyək. Və nəticədə belə bir mənzərə formalaşdı ki, biz təlimlərimizi təbii ki, dərsdən sonraya saldıq, günortadan sonraya və müəllimlərin, siyahı üzrə müəllimləri təlimə cəlb eləyəndə məktəb rəhbəri, direktor dedi ki, bəs filankəs müəllimanı yoxdur. Niyə yoxdur? Bəs onun 3 saat dərsi var idi, dərsini deyib çıxıb gedib, yoxdur. Filankəs müəllim dərsini deyib gedib, yoxdur. Yəni saat, günortadan sonra saat 2 üçün təlim keçəcəyik. Biz müəllimlərin təxminən yarısı yoxdur. Niyə yoxdur? Dərsini deyib çıxıb gedib.
və sual çıxır. Biz keyfiyyətli şagird üçün keyfiyyətli müəllim istəyiriksə, keyfiyyətli müəllimdə özünə vaxt ayıran, öz peşəkarlığına vaxt ayıran, özünü davamlı inkişaf elətdirən şəxs olmalıdır. Yəni bir müəllim özünü davamlı inkişaf elətdirməlidir ki, bunu müəllim özü elətdirir, məktəb elətdirir, Təhsil Nazirliyi elətdirir. Ümumən bir müəllimin peşəkarlığına vaxt ayırması lazımdır ki, o daha yaxşı müəllim olsun. Amma biz burada bu dediyim кейsdə müəllimi tapa bilmirik. Və müəllimin indi sual çıxır. Peşəkar inkişafı təmin olunmayan müəllim, yəni peşəkar baxımdan öz işini daha yaxşı görmək üçün təkmilləşməyən müəllim sinifdə o 45 dəqiqə ərzində dərsi yaxşı keçə bilərmi? Bizdə belə bir fikir formalaşıb. Müəllim demək, bu belə illərlə formalaşan bir düşüncədir. Müəllim deyir ki, mən kitabı, dərs dediyim kitabı, yəni biz müəllimliyi sinifə girib dərsliyi tədris etmək kimi başa düşürük. Bir yanlış burada. İkinci, o dərsliyi uşaqlara öyrətmək kimi başa düşürük. Yəni düşündürmək və s. dərsindən kənar çıxaq, fərqli senarilər, fərqli case, yəni deyək ki, situasiyalar yaradaq. Yox, kitabı əzbərlətmək, kitabı öyrətmək kimi başa düşürük və düşünürük ki, mən kitabı əzbər bilirəmsə, artıq mən dərsə hazıram. Sual çıxır. Biz dərsdə şagirdə bu lazım olan bilik bacarığı öyrətmək üçün dərsliklə yetinmək doğrudurmu? Bu bir sual, hansı ki doğru deyil. İki, biz şagirdi daha yaxşı öyrətmək üçün o işi planlaşdırırıqmı? Planlaşdırmırıqsa demək problem var. Çünki biz suallar çıxır da biz necə biləcəyik ki, şagirdi həqiqətən öyrətmişik. Sual çıxır. Bizim ümumiyyətlə məqsədimiz nədir? Biz dərsdə nə öyrətməliyik? Bunun üçün oturub düşünmək və enerji sərf eləmək lazımdır ki, müəllimin buna vaxtı yoxdur. Gəlir dərsini deyir, belə bir yanaşma var. Dərsini deyir, çıxır gedir öz işinin dalıyca. Və biz tam ştat olanda müəllimin məktəbdə tam qalması lazım olur ki, dərsdən sonra vaxtını məhz öz peşəkar inkişafına və digər məsələlərə sərf eləyə bilsin ki, digər məsələlərin içərisində sənədləşmə var, sabaha hazırlaşmaq var, valideynlər və s. işlər var. Nəticə etibarilə ehtiyac buradan yaranır ki, bir müəllim ümumiyyətlə inkişaf etməsə, yəni bunu cəmiyyət olaraq başa düşməyimiz lazımdır. Bunu şəxs olaraq, müəllim gözü ilə, direktor gözü ilə, təhsil mütəxəssisi gözü ilə, idarəçi gözü ilə baxmaq yox. Ümumən ölkə olaraq baxmalıyıq ki, biz ölkə olaraq təhsili inkişaf elətdirmək istəyiriksə, ən vurucu qüvvə müəllimdir və biz müəllimin peşəkar inkişafına qayğı göstərmirik. Yəni müəllim inkişaf eləmirsə, inkişaf edən şagird yetişdirə bilərmi? Bilməz. Müəllimin inkişafı üçün vaxt lazımdırmı? Mütləq lazımdır. Məsələn, tarixçilər bunu bilir. Ən çox müddət olaraq davam etmiş ictimai quruluş olaraq, yəni formasiya olaraq feodalizmdir. Niyə? Var idi feodal və asılı kəndli. Asılı kəndli səhərdən axşama qədər o qədər vergilər çox idi ki, səhərdən axşama qədər işləyirdi və kəndli öz əmək alətini inkişaf elətdirməyə vaxtı yox idi. Yəni axşam tarladan qayıdırdı. Mən bu lapatka dediyimiz o beli aləti necə təkmilləşdirə bilərəm ki, daha məhsuldar işləyimdə, yəni bir günə bir sot torpaq yox, deyək ki, 10 sot torpaq şumlaya bilim. Bunu oturub fikirləşməyə vaxtı yox idi. Vaxt olmadığına görə, o aləti təkmilləşdirmədiyinə görə də ictimai münasibətlər və iqtisadi münasibətlər inkişaf eləmirdi və bu çox uzun çəkdi və s. İndi bunu tarixçilər, tarix müəllimləri daha yaxşı bilir. Dolayısıyla biz öz işimizin fərqi yoxdur hansı işdə işləyək, müəllim olaq, həkim olaq və s. öz peşəkar inkişafımıza vaxt sərf etmiriksə, o zaman biz inkişaf etmiş olmuruq. Və inkişaf etmiriksə, keyfiyyətli iş ortaya qoymaq da mümkünsüz olur. İkinci məsələ, nazirlik bu qərarla savadlı müəllimləri məktəbə bağlamaq istəyir. Başqa bir case, məktəbə getmişik və müəllimlərlə işləyən zaman direktor deyir ki, filan kəs müəllim sertifikasiyadan çox yaxşı bal toplayıb. Çox yaxşı nailiyyətləri var. Deyir ki, xarici dil müəllimidir, TKT-si var, CELTA-sı var, nə bilim, TESOL və s. sertifikatları var. Amma müəllim 6 saat dərsi var. O 6 saat dərsi də həftənin bir gününə salır. Bir gün gəlir 6 saat dərsini deyir, çox savadlı, peşəkar müəllimdir. 5 gün gəlmir, digər günlər gəlmir və abituriyent hazırlığı ilə məşğul olur. İndi sual çıxır. Savadlı müəllimimiz
məktəbdə dərs keçmir. Əsas enerjini xərcləyir abituriyent hazırlığına. Yaxşı, o zaman sual çıxır. Məktəb niyə var? Yəni məktəb 6 saat gəlib savadlı müəllim gəlib 6 saat dərs keçəcəksə, digər siniflər onun savadından, onun səriştəsindən, onun peşəkarlığından məhrum qalacaq, inkişaf etməyəcəksə, o zaman məktəb niyə var? Müəllim niyə var? Şagird məktəbə niyə gəlir? Ona görə Nazirlik burada hədəflədiyi digər bir məsələ həmən o səriştəli müəllimlərin məktəbə bağlanması, məktəbdə olması və məktəbdə şagirdlərə, bütün şagirdlərə dərs keçməsi və daha çox şagirdə çatması və inkişafını təmin etməsidir. Yaxşı, bəs bizim hörmətli müəllimlərimiz, yəni bəziləri, bir çoxu bu dəyişikliyə niyə qarşıdır? Niyə biz bunu müəllimin səhərdən axşama qədər məktəbdə olmasını qəbul edə bilmirik? Niyə buna mənfi münasibət göstəririk? Bunun bir çox səbəbləri var. Bir, sosial mədəni səbəb. Sosial mədəni səbəb odur ki, bizdə müəllimlik peşəsi ilə bağlı bir illərlə formalaşmış bir yanaşma var. Müəllimlik qadın peşəsidir. Bu qızdır, bir müəllimlik oxusun, gedər 2 saat dərsini deyər, qaydar gələr, oturar uşaqlarına baxar, evdə yemək bişirər. Yəni müəllimlik bir növ peşələr içərisində müəllim obrazı hörmətli olub, amma peşə olaraq müəllimliyə münasibət bir növ evdə boş bekar qalmasın, çıxsın xanımlar içərisində biraz vaxt keçirsin, sosiallaşsın və s. Yəni təhsilin, yəni biz məktəbdə ölkənin gələcəyini yetişdiririk düşüncəsi yox. Boş bekar qalmasın və yaxud da gündə geçsin 2 saat vaxt keçirsin, gəlsin, dərs desin, daha biraz əli təmiz, üzü təmiz və s. qadın peşəsi kimi baxmışıq. Bu bizim illərlə sosial mədəni ünsürdür. İllərlə formalaşmış bir şeydir ki, Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsini bilənlər bilir. Yəni bir insanın zehni inkişafı deyən düşüncəsi sosial çevrədən formalaşır. Bizim də sosial çevrəmiz olub ki, biz müəllimliyə bu formada yanaşmışıq və artıq qəbul edə bilmirik ki, necə yəni xanım səhər 8-də gedəcək, axşam deyək ki 5-də gələcək. Bu necə olacaq? Bu niyə olacaq? Bunu qəbul edə bilmirik. Çünki illərlə yığışmış, formalaşmış bir daşlaşmış düşüncə var. Və biz bu düşüncənin dəyişməsi lazım. Çünki bilirsiniz, bir çox hallarda biz mühakimə eləyəndə şəxsimizə sərf edirmi, etmirmi bundan yol almağa çalışırıq. Amma biz buna bir ölçü olaraq baxmalıyıq ki, ölçü olaraq bu dəyişiklik bizə lazımdırmı, faydalıdırmı? Və biz bunu necə eləməliyik ki, həm ağrısız olsun, həm düzgün olsun və s. və s. Amma bu dəyişiklik lazımdırmı? Ümumilikdə bəli. İkinci səbəb nədir? Repetitorluq. Hamıya bəllidir ki, hamıya məlumdur ki, müəllim, hələ bayaq dediyim o savadlı müəllim 2 saat, 3 saat dərsini keçir və daha çox enerjisini sərf eləyir abituriyent hazırlığına. Abituriyent hazırlığı da əsasən başlayır saat 2-də. Təxminən 2 radələrində və axşam saatlarında abituriyent hazırlığı əsasən olmur. Olursa da onlayn olur və müəllimlər də axşamlar işləməyə yox, daha çox 2-6 arası 2-3 qrup hazırlıq keçib pul qazanmağa çalışırlar. Düzdür, burada repetitorluqda pul qazanmaqda qəbahət heç bir şey yoxdur. Amma niyə biz bunun əksinə gəlirik? Çünki bizim repetitorluq sistemimiz zədələnir. Yəni savadlı müəllim məktəbdə axşama qədər qalarsa, o zaman onun indiyə qədər oturmuş bir sistemi var, abituriyent sistemi, yəni repetitorluq fəaliyyəti var. O fəaliyyət zədələnmiş olur. Və öz-özünə sual yaranır da, tamam, mən axşama qədər, saat 5-ə qədər burada olsam, mən uşaqları, abituriyentləri nə vaxt hazırlayacağam, bu mənə sərf edəcəkmi, etməyəcəkmi? Suallar yaranır və başlayır demək, etirazını bildirməyə. Üçüncü səbəb, məktəbin infrastrukturu məsələsidir. Məktəblərimizin bəzilərində infrastruktur o qədər də ürəkaçan deyil. Bəzi məktəblərin infrastrukturunda ciddi problem var. Və bu infrastrukturu deyək ki, istilikdir, yemək məsələsidir, çay fasiləsidir, müəllimin müəllimlər otağında rahat olması üçün lazım olan şəraitdir. Sonra müəllimlərin ayrı-ayrı, deyək ki, məsələn, fən müəllimlərinin, deyək ki, təbiət fənləri 1, sosial fənləri 1, dil, deyək ki, xarici dil müəllimləri və s. və s. Müəllimlərin bir yerdə oturub müzakirə etməsi üçün şərait lazımdır və s. Yəni, bu infrastrukturun olması vacibdir və olmadığı təqdirdə
müəllimin məktəbdəki şəraiti çətinləşmiş olur və bu da etirazlara gətirib çıxarır və müəllim indidən düşünür ki, axı bizim məktəbdə filan şey yoxdur, başlayır etiraz etməyə. Dördüncü səbəb çox görünməyən, amma çox vacib olan bir məsələdir. Müəllimlərin dərsdən sonra nə edəcəklərindən bağlı aydın təsəvvürlərinin olmaması. Yəni biz müəllim sual verir. Dərsdən sonra yaxşı saat 1-də mənim dərsim 12-də 1-də bitdi. Mən axşama qədər nə edəcəm? Onun təsəvvüründə deyək ki, müəllimlər otağında oturacaq və boş bekar axşam saat 5-i gözləyəcək ki, və yaxud da 6-nı gözləyəcək ki, hə, saat bitsin, mən imzamı çəkim və çıxım gedim evə. Təbii ki, bu ona darıxdırıcı və boş mənasız gəlir, o səbəbdən etiraz eləyir. Yaxşı, bəs bu vəziyyətdə biz nə etməliyik? Bir, infrastrukturu ciddi şəkildə yeniləmək lazımdır. Məktəbdə az öncə sadaladığım çatışmazlıqları düzəltmək üçün mütləq şəkildə infrastruktur yenilənməlidir. Ən təməl ehtiyaclar qarşılanmalıdır və müəllimlərin daimi iş yeri görünüşünü və o hissini verəcək infrastruktura ehtiyacımız var. İkinci məsələ məktəb daxili mühitdir. Ümumiyyətlə tam ştata keçdik ya keçmədik. Hazırda məktəb daxili mühit o qədər də qənaətbəxş deyil. Son deyək ki, MİQ-dən keçən müəllimlərlə, ümumiyyətlə sertifikasiyaya hazırlaşan müəllimlərlə davamlı ünsiyyət nəticəsində aydın olur ki, məktəb daxili mühit dəstəkləyici deyil, konstruktiv deyil. Yəni, burada düzdür, çox ciddi rol, yük, məsuliyyət məktəb direktorunun üzərinə düşür. Bəzən məktəblərin idarə olunması hələ də Sovet dövründən qalma inzibati amirlik sistemi ilə gedir və məktəb rəhbəri lider kimi bir hədəf uğrunda məktəbi birləşdirsin və s. və s. kimi biz yanaşmaları çox az məktəblərdə görürük və ümumən məktəb daxili mühit, yəni o ünsiyyətdə olduğumuz MİQ-dən keçən müəllimlər, sertifikasiyaya hazırlaşan keçən müəllimlər və s. Artıq o xüsusən də MİQ-dən yeni keçib gedən, məktəbə gedən müəllimlərin işdən soyuduğunu müşahidə edirik. Və bəziləri deyir ki, mən işdən çıxmaq istəyirəm, deyir ki, səbirli ol, belə olmayacaq, düzələcək, yavaş-yavaş və s. Amma ümumilikdə məktəbdə həm müəllimlər arasında bir-birinə olan münasibət, həm məktəb rəhbərliyinin məktəbdə o qurduğu o ab-hava, o ekosistem dəstəkləyici olmadığına görə bəzi məktəblərimizdə müəllim öz peşəsinə bağlanmır, emosional olaraq bağlanmır. Yəni biz 8 saatlıq iş rejimində bağlasaq belə, məcburiyyətlə bağlasaq belə, bu çox həssas, çox vacib məsələdir. Müəllim öz peşəsinə emosional olaraq bağlanmadığı müddətcə sinifdə şagirdlərə keyfiyyətli dərs keçməyəcək. 8 saat məktəbdə qalacaq, deyinəcək və s. və s. və s. Amma öz peşəsinə, emosional olaraq öz peşəsini sevsin, ona bağlansın, öz dərs keçməsi ilə, yeniliyi öyrənib orada tətbiq etməsi ilə qürur duysun, özü ilə fəxr eləsin, öz güvəni artsın ki, mən bunu da bacarıram, onu da bacarıram, bax, filan uşaqda problem var idi, alınmırdı, bunu elədim, bu metoddan istifadə elədim və alındı. Artıq insanın öz peşəsi ilə bağlı bir özgüvəni yaranır ki, demək, mən bacarıram. Bax, bu ekosistemi, bu ab-havanı məktəbdə yaratmaq çox önəmlidir. Burada da həm məktəb rəhbəri, müəllimlər və müəllimlərin bir-birinə olan münasibətində o konstruktivist yanaşma, o bir-birinə dəstəkləyici yanaşma çox önəmlidir. Bunun formalaşması lazımdır məktəblərdə. Növbəti müəllimin dərsdən sonraki fəaliyyəti üçün aydın proqramın olması. Yəni müəllim saat 12-də 1-də dərsini qurtardı. Nə iş görəcək? Boş bekar müəllimlər otağında oturacaqsa, indikindən daha çox problemlə qarşılaşacaq. Sosial şəbəkələrdə paylaşımlar, mübahisələr, qeybət və s. kimi məsələlər gündəm ola bilər. Nəticədə, əgər bizim beynimiz boş qalacaqsa, yəni dərsimi qurtardım, yaxşı, mən neyniyim? O boş qalacaqsa, təlimlər və yaxud da təlim olmasın. Elə məktəbin o sinif rəhbəri olduğu və yaxud da dərs dediyi siniflərlə bağlı görüləcək işlərlə bağlı aydın proqramı yoxdursa, olmayacaqsa, o zaman biz düzəltmək istədiyimiz yerdə daha da gözlənilməz və acı nəticələrlə qarşılaşa biləcəyik. Və nəhayət, maarifləndirmə işinin gücləndirilməsi. Biz bir çox hallarda
cəmiyyət olaraq məsələlərə münasibət bildirəndə daha çox öz şəxsi mövqeyimizdən bildiririk. Bizə sərf eləyirsə dəstəkləyirik, sərf eləmirsə dəstəkləmirik. Amma bu məsələlərdə maarifləndirmə, təbliğat çox önəmlidir. Yəni biz məktəblərdə insanları, müəllimləri başa sala bilsək ki, təbii o şəraiti yaradandan sonra, o dəstəkləyici mühiti və s. yaradandan sonra və insanları da aşlaya bilsək ki, baxın, məktəbdə qalmaq sizi incitmək üçün deyil. Bu, ümumiyyətlə, şagirdlərin, övladlarımız, nə bilim, qohumlarımız, yəni biz eyni cəmiyyətin üzvüyük də, bu cəmiyyətin uşaqlarının gələcək inkişafı üçün çox vacibdir. Bunu elədiyimiz təqdirdə o zaman bu proses, bu islahat, bu dəyişiklik daha ağrısız ola bilər. Təbii ki, burada əmək haqqı məsələsi önəmlidir ki, rəsmilər də bildirdilər ki, əmək haqqı kifayət qədər yüksək olacaq. Bir vaxtlar müəllimlərin çox işlətdiyi ifadə var idi ki, məsələn, mənə versin 2000 manat, mən axşama qədər də oturub işləyərəm. İndi həmən dönəmdir. İndi kifayət qədər yaxşı maaş verəcəklər, deyilənlər bu istiqamətdədir və axşama qədər işləmək lazımdır. Təbii, indi bu hər kəsə, necə ki, sertifikasiya prosesi başlayanda hər kəsə etiraz edirdi, amma nəticəsində gördülər ki, yox, bu müsbətdir, burada bir əslində yaxşıdır, müəllimlər həm özünü inkişaf elətdirir, həm konfor zonasından çıxır. Bu biraz ağrılı olsa da, istər-istəməz həm maaşa təsir edir və s. Yaxşı nəticələrlə sonuclandı, yəni nəticələndi. Bu prosesdə belə ağrılı olacaq, çətin olacaq, etirazlar olacaq, amma bu prosesi daha ağrısız keçirtməyimiz üçün qeyd etdiyim məsələlərə diqqət yetirsək, o zaman cəmiyyətimizin təhsil baxımından inkişafına daha çox dəstək vermiş olarıq. Belə, hörmətli müəllimlər, bugünkü mövzumuz bu qədər. Ümid edirəm, hər kəsin maariflənməsi üçün və doğru düşünməyimiz üçün kömək ola bildik. Növbəti dərd dinləmələrdə təbii sizin maariflənməniz və sizi narahat edən və yaxud da qayğılarınızla bağlı mövzulara toxunacaq. Sizin də bununla bağlı istəkləriniz olarsa, mütləq şərh bölməsində qeyd edin və biz bu məsələlərə aydınlıq gətirək. Sağ olun, görüşərik.